Vaxtınız xeyir olsun müəllimlər. Deməli, zərf mövzusundan başlayaraq izah edirik. Müəllimlər, deməli deyir ki, burada bayaq Rüstəm Şirzada çəpəki baxdı. Deyir, burada zərfin hansı növləri işlənmişdir? Gəlin baxaq, görək hansı növlər işlənmişdir. Bayaq nə zaman oldu zaman zərfi? Bayaq zaman zərfi, çəpəki nə tərzdə? Tərz hərəkət. Deməli, zaman və tərz. Sonra, axşam o məlumatı diqqətlə oxudu. Axşam nə zaman, diqqətlə, nə tərzdə. Sonra, hansı söz zərf deyil? Müəllimlər, demişik ki, ba ilə bitişən gördüksə, bunu nə götürürük? Zərf götürürük. Amma dedik ki, aha gördüksə, nə götürürük? İsim götürürük. İndi o 5 sözdə istisnaydı, bilirsiniz. Zərfin məncə hansı növü yoxdur? Tələsik, yuxarı. Deməli, nə var? Tərz var, yer var. Güclə tərz var, içəri yer var. Tərzlə yer varsa nə qalır? Kəmiyyətlə zaman qalır. A bəndi işlənməmişdi deyir axı. Zərfin yenə hansı növü yoxdur? Axşam zamandır, aşağı yerdir. Yazda zamandır, ora yerdir. Deməli, zamanla yer varsa nə qalır? Kəmiyyətlə tərz qalır. Yoxdur da, amma işlənməyən lazımdır bizə ona görə. Zərf harda yoxdur? Baxın, müəllimlər, dərhal, nə zaman? Burada zərfdir. Bugün nə zaman? Nə qədər yorulmusan? Bunlar zərfdir. Amma madan feili bağlamadır, gülə-gülə feili bağlamadır. Şəhərdə isimdir, məkanın konkret adıdır. 1, 2, 3. Bunlar da zərf işlənmişdir deyir. İşlənmişdir deyirsə, 4 ilə 5-də zərf işlənmişdir. Düzəltmə zərflər çəp əki, yenidən, çoxdan 1, 3 və 4-cü. Hərdən 1 bu mürəkkəbdir. Aşağıda baxın, qrammatik şəkilçisi sadədir. Qələmlə ümumiyyətlə qələm isimdir. Lalədə qoşmadır. Demişəm lalə necə sualına cavab verəndə zərf düzəldən şəkilçi götürülür. Burada zərf olur. Biri zərf deyil. Müəllimlər, hər iki tərəfdə aya olan feillər zərf deyil, feili bağlamadır. Baxın, yuxarıya baxın. Burada da elə bir şey dedim. Dedim ki, görüm oradaydı. Müəllimlər, dedi zərf işlənmişdir. Dedim gülə-gülə feili bağlamadır. Hər iki tərəfdə a olan feillər feili bağlamadır. Müəllimlər, kökü isim olan düzəltmə tərz bildirən zərf olmalıdır. Sözün kökü çəp sifətdir, olmur burada. Sözün kökü həvəs isimidir. Həvəslə nə tərzdə? Tərzdir və düzəltmədir. D bəndi. Quruluşla düzəltmə tərz hərəkət zərfi. Düzəltmə və tərzdə güclə. Güclə deyir, nə tərzdə? Zərfin hansı növü yoxdur? İrəli yer zərfi var, bir qədər kəmiyyət zərfi var. Heyrətdə qəzəblə, nə tərzdə? Tərzdə var. Deməli, hansı növü yoxdur deyir. Hansı növü yoxdur deyirsə, deməli, kəmiyyət oldu, bir qədər sütu, nə qədər? İrəli yer də oldu, qəzəblə nə tərzdə? Tərzdə oldu, 4 yoxdur, yəni zaman yoxdur. Yaxın mənalı sözlər, müəllimlər, bunu bilin ki, bax, səssizlə səmirsiz, çox adam bunu deyir ki, ay müəllim, səmir sözü çox işlənmir, amma bu yaxın mənalı gedir. Mürəkkəb zərflərdən ibarət cərgəni göstərirəm. Baxın, gün, bir də orta, üz və üz. 1, 5, 2 dənə söz birləşib. Zaman zərfi hardadır? O gün nə zaman? A bəndi. Bəli. Deməli, yay aylarında sözünü götürənlər var, bilirəm aranızda. Yay aylarında zərf deyil, söz birləşməsidir. İkinci növ söz birləşməsi. Söz birləşməsi. Burada da ən çox bunu səhv eləyirlər. Yer zərfi olan cümlə. Yəni, yay aylarında olan variantı da götürənlər olur. Yer zərfi olan cümləni seçirik. Geri sözü yer zərfidir. A bəndi. Mürəkkəb zərf harda yoxdur? Axşamüstü mürəkkəbdir, səhər axşam, gecə gündüz mürəkkəbdir, əvvəl-axır mürəkkəbdir, amma həvəslə düzəltmədir. Aha, mürəkkəb zərf harda yoxdur? Gecə gündüz, alt-üst, addım-addım gəzmək, gecə gündüz taraz olur. Nə? Bax, bu nə sualına cavab verəndə demişik, nə götürürük? İsim götürürük. Burada isə asta-asta zərfdir. Deməli, C bəndi, D bəndindəki gecə-gündüz nə sual? Deyir, gecə-gündüz taraz, yəni bərabər olur. Nə? Deyir, o günkü fəsli yazı olur, gecə-gündüz taraz olur. Gecə-gündüz burada isim götürülür, çünki nə sualına cavab verir. Səhv yazılmış sözlər, müəllimlər, sayağı sözü bitişik yazılır. Sırağa gündə sıdan sonra ı yoxdur, sırağa gündür bu. Əvvəllər deyirik ki, qoşa samitlə başlayanlar alınmadı, amma plovla sırağa gün bizimdir. Qoşa samitlə başlayır, ona görə bilin bunu. Xaində də y yoxdur da.
Deməli 2, 5, 6 A bəndi. Hansılar səhv? Ara bir biçik yazılır. Dahi yana deyil, dahi ya nədir? Dedik incə saitlə qutana yana olur. Amma baxın dost qalın saitlə qutardı, dost yanadır. Qəhrəman deyil, qəhrəmandır. Həyəcan, qəhrəman. 1, 3, 6 A bəndi. Hansı hərflər düz yazılıb? Qəflətən ara 1, birbaşa. Addım başı bitişik yazılıb. Hə, burada üzbəüzə düz yazılıb. Dost yana A'dır. Hə, elə yuxarıda dedik bunu. Dost yananı addım başda bitişik yazılmalıdır. 14, 56 hardadır müəllimlər? B-də. Birində mürəkkəb zərf yoxdur. Az-maz var. Yan-yana var. Səssiz, səmirsiz var. Özdə bayaq deyim ki, səssiz, səmirsiz necə zərfdir? Yaxın mənalı sözlərdən düzəlmiş zərfdir. Dilucu da zərfdir. Amma eşidər, eşitməz. Armaz şəkilçisi. Birinci tərəfdə ar, ikinci tərəfdə maz olan feili bağlama götürür bunlar. Belə sözlər. Eyni feilə armaz artırılanda, eyni feilin hər iki tərəfinə aya artırılanda bu feili bağlamadır. Harda mürəkkəb zərf yoxdur. Addım-addım mürəkkəbdir, asta-asta, yavaş-yavaş, yanıqlı-yanıqlı çığıran mürəkkəbdir. Amma yenə hər iki tərəfdə aya olanlar feili bağlama götürülür. Deməli, E bəndi. Bu vərəq yaxşı düşməyib deyəsən, keçək növbətiyə. 44-cü. Zəng vurulandan sonra yazı işlərini deyə zərfin hansı məna növü var? Məmər, indi biz bunu keçəcəyik ki, sonra dana qoşulduğu üçün bu qoşmadır, zərf deyil. Ona görə zərf burada xeylidir, kəmiyyətdir bu. Diqqətlədir, bu da tərzdir. Kəmiyyətlə tərz A bəndi. Yenə sonranı ona görə çıxardırıq. Yavaşca tərzdir, içəri yerdir. Tərzlə yer.